Dildə evliyəm. Qaynanamın məşhur sözü var, a gəlin, nağarsan. Başa düşdüm, qaynana gəlin problemi var imiş. 26 yaşım var. 4 ildə evliyəm. 22 yaşında ailə qurmuşam. ADA Universitetini bitirmişəm. Hal-hazırda da magistr təhsili alıram Belçikada onlayn şəkildə. Ailə qurandan sonra köçdük Belçikaya. Hardasa il yarım, 2 il orada yaşadıq və mən o arada universitetə başladım orada. Bizim əslində toy videomuz çox viral olmuşdu. Ondan sonra mənə çoxlu insanlar yazdı ki, bəs vloq açın özünüzə, baxaq sizə, çox maraqlıdır, cütlük səhifəsi kimi. 5-6 aydır başlamışam. Əsasən qaynanamla olan vloqları insanlar daha çox izləyir. Biz video çəkməyə başlayandan sonra mən gələn kommentlərdən sonra başa düşdüm ki, Azərbaycanda qaynana gəlin problemi var imiş. Mən elə bildim, hamı elə yola gedir, mehribandır. 15-20%-dən belə az. Qaynanası ilə yaxşı şərh yazan insanlar. İndi qaynanam vloqumun bir parçasıdır. Yemək işi ondadır, qalan işlərdə demək olar məndə. Həm qaynanam gil tərəf, həm öz ailəm çox sevinirlər ki, bir yerdə çəkin, maraqlıdır. Hətta mamam deyir ki, bu həftə video çəkməmisiniz. Niyə çəkməmisiniz? Biraz çəkin, maraqlı olsun, gülək də. Yəni heç qısqanclıq yoxdur. 2-3 video kosmetika çəkirəm, bir video qaynanam, bir video həyat tərzi, bir video yemək. Gələcəkdə hansına maraq daha çox olsa ona yəqin yönələrəm. Qaynanamın məşhur sözü var. A gəlin, nə edirsən? A gəlin, haralardasan? Nağarsan? Qaynanama çox təşəkkürlərimi bildirmək istəyirəm ki, belə mehriban, səmimi bir ailə ortamı yaratdığı üçün çox istəyirəm. Yaxşı ki var.